Allah Resulü sallallahu aleyhi ve aleyhi ve sellem bütün hayatı ile, ömrü ile, yaşayışı ile ümmət üçün, insanlıq üçün, bəşəriyyət üçün böyük bir əxlaq nümunəsidir. Mövzumuz əhdə vəfadır. O, verdiği əhdinə heç vaxt xilaf çıxmazdı. Verdiği sözünə heç vaxt xilaf çıxmazdı. Bir nəfərə söz vermişdi ki, bir yerdə görüşərik. Həmin gənci gözləmək üçün 3 gün verdiği sözü yerində tutdu, gözlədi həmin yerdə. Gənc onu görəndə hər nə qədər Allah Resulünün əlinə ayağına düşsə də, Allah Resulünün ona dediği tək bir kəlmə oldu, mənə əziyyət etdi. Bunun xaricində tarixdə rastlaşmır ki, Allah Resulü ona nəsə bir söz desin. Bunu bəşəriyyət tarixində Allah Resulünün xaricində heç kəsdə görməyimiz mümkün deyil. Belə bir nümunənin eynisini biz kimdəsə görək. Bu nümunə Allah'ın Resulü, Həbibim dediği o mübarək Muhammed Mustafa sallallahu aleyhi ve aleyhi ve sellemin həyatındaydı. Özü əzilsə də heç kəsi əzməzdi. Dostluq bağlarına, qardaşlıq bağlarına vəfa göstərərdi, sədaqət göstərərdi. İncitsəniz də incitməni deyirdi. Bu mübarək Resulün tövsiyələridir. Və onun əhl-i beytinin həyatına baxdığımız zaman görürük, o məktəbdə elə dərs aldılar ki, onlar da belə yetişdilər. İmam Zeynul Abidin əleyhissalam buyurur ki, atam Həzrəti Hüseynin başı kəsilən qılıncı mənə əmanət olaraq versələr, mən onu olduğu kimi sahibinə qaytararam. Əhd vermişəm, əhdimi tutaram, vəfa göstərərəm.